Sofiya xanım. Sualım budur rubrikasına xoş gəlmisiniz. Sizə bir neçə sualımız olacaq. Agile metodologiyası nədir və bu yanaşmanın əsas prinsipləri hansılardır? Salam, xoş gördük. Agile metodologiyası hərfi tərcümədə çevik deməkdir və əsasən çevik düşüncə tərzi və çevik işləmə prinsipi deməkdir. Bu, keçmiş zamanlarda daha çox Waterfall metodologiyasına üstünlük verilirdi. Waterfall metodologiyasında əsasən bir proses başlayırdı və tam yekunlaşandan sonra təhvil verilirdi. Agile metodologiyasında isə addım-addım, hissə-hissə iş təhvil verilir, daha sonra növbəti addıma keçilir. Təşəkkür edirik cavabınız üçün. Keçirəm növbəti suala. Komanda işində çeviklik hansı üstünlükləri təmin edir? Komanda işində çeviklik dedikdə əsasən bir çox üstünlükləri var. Bugünkü gündə bazar sürətlə inkişaf edir. Müştəri tələbləri olsun, trendlər, texnologiyalar sürətlə yenilənir. Çevik komandalar bugün üçün çox əlverişlidir bu baxımdan. Çox sağ olun. Növbəti sualımız belədir. Çevik düşüncə tərzi yalnız texnoloji sahələr üçündürmü? Xeyr, yalnız texnoloji sahələr üçün deyil. Hətta deyərdim ki, ilk başlarda bunu Coca-Cola kimi böyük şirkətlər də tətbiq etmişdirlər. Ümumiyyətlə, çevik yanaşım daha çox mindsetdir və həyatımızın hər bir alanında bunu tətbiq etməyimiz bizim üçün müsbət nəticə verəcək. Gənclərlə komandada çevik işləmə vərdişini necə qazanmağı tövsiyə edərdiniz? Gənclərə komandada çevik işləmə vərdişini yaratmağın ilk növbədə məsləhət görərdim ki, egonu bir kənara qoysunlar, mən sözündən yox, biz sözündən istifadə eləsinlər. Çünki komanda işi yalnız fərdi bir nəfərin yox, komandanın işinin nəticəsidir. Və çevik yanaşma etmək istəyirlərsə, burada kimlərdəsə səhv axtarmağı yox, daha çox necə daha yaxşı edə bilərik sualına fokuslansınlar. Agile yanaşmasında ən çox qarşılaşılan çətinliklər hansılardır və bu çətinliklərin öhdəsindən necə gəlmək olar? Agile yanaşmasında ən çox qarşılaşdığımız çətinliklər, əslində bir çox çətinlik yarana bilir. Bu daha çox şirkətin agile metodologiyaya keçid etməsi, amma bütün komandanın bu mindsetdə olmamasından qaynaqlana bilər. Həmçinin şirkətdə hər kəsin rəhbərlikdən tutmuş icraçı əməkdaşların belə bütün mövzulara çevik yanaşması və bunu bir həyat tərzinə çevirməsinə fokuslanması ilə başlayır. Çox sağ olun. Çevik idarəetmə modeli ənənəvi idarəetmə modelləri ilə müqayisədə hansı fərqləri yaradır? Çevik idarəetmə modelinin ən böyük üstünlükləri ondadır ki, addım-addım bir şeyi implementasiya edib, bunu təhvil verib, daha sonra növbəti addıma keçmək mümkündür. Çünki müasir dövrdə bazar çox sürətlə inkişaf edir və proses boyu müəyyən yeniliklər olur. Bunları çevik qaydada adaptativ olaraq tətbiq etdikdə daha çox vaxt qazanmaq mümkündür, həmçinin xərclərə qənaət etmək mümkündür. Çox sağ olun. Bəs uzaqdan çalışan komandalar üçün agile yanaşmasının tətbiqində nələrə diqqət etmək lazımdır? Uzaqdan çalışan komandalarda əsasən nələrə diqqət eləməli olduğumuzu düşünsək, bu daha çox onlarla sıx kommunikasiyada olmaq, tez-tez onların düşüncə tərzini, proseslərə yanaşmasını, narazıçılıqlarını və razı olduqları məqamları kommunikasiya etməkdən asılıdır deyə düşünürəm. Çox sağ olun. Liderin çevik düşüncə tərzini formalaşdırmaq üçün hansı bacarıqlar vacibdir? Düşünürəm ki, burada əsasən empatiya bacarığı çox vacibdir, dinləmə bacarığı çox vacibdir. Həmçinin bütün mərhələli şəkildə, bütün prosesdə iştirak etmək bir lider üçün müsbət nəticə verə bilər. Bəs gələcəkdə agile metodologiyasının inkişafı barəsində nə düşünürsünüz? Sizcə hansı yeni tendensiyalar ortaya çıxa bilər? Düşünürəm ki, zamanla yeni tendensiyalar ortaya çıxa bilər ki, müəyyən hibrid modellərdən istifadə edilə bilər. Daha çox müəyyən yerlərdə dövlət qurumları ola bilər, bəzi bürokratik problemlər yaradan şirkətlərdə Agile və Waterfall'un qarışıq bir hibrid modeli istifadə edilə bilər və hazırki gündə istifadə edilir. Çox sağ olun. Komandada çevikliyi artırmaq üçün kommunikasiya və etimad necə gücləndirilə bilər? Bunun üçün dediyim kimi komanda üzvləri ilə face-to-face görüşlər eləmək, onların fikirlərini dinləmək, onları komandanın bir üzvü olduğunu və bu prosesi birlikdə keçdiyimiz hissi yaratmaq çox vacibdir. Komanda üzvü özünü prosesin çox vacib bir hissəsi kimi görməlidir ki, prosesdən həzz ala bilsin. Sizin təcrübənizdə agile tətbiqində ən uğurlu nümunə nə olmuşdur? Agile tətbiqində ən uğurlu nümunə, bu biraz fərqli bəlkə səslənən nümunə olacaq. O olmuşdur ki, işlədiyimiz bir outsource komanda
developerlərdən ibarət bir komanda idi və onlar tam olaraq Agile-dan istifadə etməyə təcrübələri yox idi deyə biz orada fərqli bir yanaşım etdik. Əslində çevik davranaraq onlara və bizə uyğun olacaq ortaq bir nöqtə tapdıq və o metodologiya üzərindən davam etdik. Texnologiya ilə yanaşı sosial layihələrdə də çevik idarə etmək tətbiq oluna bilərmi? Bəli, oluna bilər. Buna nümunə belə gətirə bilərəm ki, bəzən vətəndaş qəbulu zamanı müəyyən narazıçılıqlar olur. Bu proses bitdikdən sonra bu narazıçılıqlar toplanır və analiz edilir. Bu prosesi qısa addımlarla edib, çevik yanaşımla həll etmək mümkündür deyə düşünürəm. Çox sağ olun. Scrum liderinin vəzifə və xüsusiyyətləri nədən ibarətdir? Scrum liderinin, yəni Scrum Master'ın vəzifə və xüsusiyyətləri dedikdə, əsasən onlar daha çox komandaya xidmət edən liderlərdir. Əsas məsuliyyətləri komandanı dinləmək, komandada iş prosesində yaranan çətinlikləri aradan qaldırmaq, həmçinin prosesin daha şəffaf davam eləməsi üçün köməklik göstərməkdir. Çox sağ olun. Bəs Scrum komandada qadın liderlərin rolu və fərqli yanaşmaları barədə nə düşünürsünüz? Scrum komandalarda qadın liderlərin rolu dedikdə, son zamanlar bu sahədə də müəyyən inkişaf var. Əvvələ nisbətən baxdıqda artıq qadın liderlər və qadınlar IT sahəsində artmağa başlayıb və daha çox maraq göstərməyə başlayıb. Həmçinin hətta developerlər belə qadınları görə bilərik. Scrum liderlərdə isə hətta mən deyərdim ki, bu qadınlarda daha yaxşı alınır. Bəs Scrum prosesində komanda üzvləri arasında yaranan fikir ayrılıqlarını necə idarə etmək olar? Təbii ki, fikir ayrılıqlarının yaranması çox normal bir haldır. Əksinə hətta deyərdim ki, bu çox müsbət bir haldır. Fərqli fikirlər səsləndirildikdə fərqli baxış bucaqları yaranır. Komanda üzvləri bir-birini şəffaf şəkildə dinlədikdə bu problemləri aradan qaldırmaq mümkündür. Çox sağ olun Ülviyə xanım, təşəkkür edirik suallara geniş cavab verdiyiniz üçün və bizi qırmayıb təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. Çox sağ olun.